Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmain. Qədərə iman haqqında, deməli, qədərə iman haqqında məsələ, deməli, qədərə iman gətirmək müsəlmanın həyatında yəni çox mühüm bir məsələdir. Ki, müsəlman gərək ona olan imanını yəni çalışsın doğrulamağa, çalışsın doğrulasın. Çünki qədərə iman gətirmək müsəlmanın həm dünyası, həm də axirəti üçün çox faydalıdır. Və qədərə iman gətirmək də, necə ki, Cəbrail hədisində gəldiyi kimi, Peyğəmbərimiz s.ə.və Cəbrail soruşanda ki, mənə iman haqqında xəbər ver, Cəbrail mələk orada ona cavab verir ki, indi biz həmən hədis gələcək, orada cavab verir ki, yəni iman gətirməyin ki, ən tu'minə billah deyərək Peyğəmbərimiz s.ə.v başlayır və orada Allaha mələklərinə bir neçəsini sayır, 5-ini sayır, amma qədərə gəlib çatanda yenə ən tu'minə sözünü bir də təkrarlayır və alimlər deyirlər ki, bu orada o sözün təkrarlanması qədərə olan imanın nə qədər mühüm olduğuna bir işarədir. Nə qədər mühüm olduğuna bir işarədir. İndi biz bu barədə, yəni imanın əsasları içindən biz bunu götürəsiyik inşallah. Burada hədis gəlir. Birinci, İmam Əhmədin və Tirmizinin rəvayət elədiyi hədis, Cəbir ibn Abdillah, Allah onların hər ikisindən razı olsun, deyir ki, Rasulullah s.ə.v belə buyurdu, qul iman gətirmiş olmaz, hətta qədərin xeyrinə və şərinə iman gətirmədikcə. Hətta bilmədikcə ki, ona toxunacaq şey ondan yan keçən deyil və ondan yan keçəsi şey də ona toxunacaq deyil. Yəni, buna iman gətirməyincə qul deyir, iman gətirmiş olmaz. Sonra Əlidən gəlir, Əli bin Abi Talib, Allah ondan razı olsun, deyir ki, sizdən hər birinizin, yəni imanı yəni doğru olmaz, qəlbində hətta yəqin iman gətirənə qədər ki, ona yəni toxunacaq şey ondan yan keçən deyil və ondan yan keçən şey, keçəcək şey də ona toxunmayacaq. Və qədəri bütünlüklə iqrar etmədikcə, yəni təsdiq etmədikcə. Və bu əzəmətli böyük bir əsildir. Yəni imanın əsilləri içərisində bu əzəmətli böyük bir əsildir və imanın rukunları içərisində, o əzəmətli rukunlar içərisində yəni böyük bir əsildir, yəni rukun ki, qulun iman gətirməsi ki, Allahın qəza və qədərinə iman gətirməsi və bu imanın yeri də yəni qəlbdir və məlumdur ki, bizi yaratan Allah və minəl məlum ennəl iman əlləzi məlumdur ki, o iman ki, Allah Teala bizi ondan ötürü yaratıb və bizi, yəni onu həyata keçirməkdən ötürü yoxdan var edib. Allahın bizi yoxdan var etməsində, yəni məqsədi budur, istəyi budur. Və o deyir, o iman 6 rukun üzərində durur. Həmən ki, iman, Allah Teala'nın bizi yaratdığı, o özündən ötürü yaratdığı, yəni o iman 6 rukun üzərində durur. Və onlar da Allaha iman gətirmək, mələklərə iman gətirmək, kitablarına, rasullarına, peyğəmbərlərinə və axirət gününə və axirət gününə və qədərin xeyrinə və şərinə iman gətirmək. Bunları da Peyğəmbərimiz s.ə.v yəni bu Cəbrail hədisində Peyğəmbərimiz s.ə.v cəm etdi. Hansı ki, əvvəl dediyimiz kimi Peyğəmbər s.ə.v-dən iman haqqında Cəbrail mələk soruşur ki, mənə iman haqqında xəbər ver. Cəbrail mələk deyir ki, sənin
iman gətirməyindir Allaha, mələklərinə, kitablarına, elçilərinə və axirət gününə və iman gətirməyindir qədərin xeyrinə və şərinə. Və bu əsil, yəni bu əzəmətli olan bu əsil, bunun zikri yəni Quranda çox yerdə gəlir. Yəni bu barədə Quranda çox ayələr var. Bu barədə Quranda çoxlu ayələr var. Allah Teala buyurur ki, Allahın əmri yəni qədər olaraq təqdir olundu. Allahın əmri yəni qədər olaraq təqdir olundu. Və başqa ayədə Allah da deyir ki, biz hər şeyi qədərlə yaratdıq. Biz hər şeyi qədərlə yaratdıq. Və başqa ayədə Allah da deyir ki, Səbbih ismə rabbikəl ə'lə, yəni uca olan Rəbbinin adını təsbih et. Hansı ki yaratdı və kamilləşdirdi yaratdığını və hansı ki təqdir etdi və hidayət etdi, yol göstərdi. Və başqa ayədə Allah da deyir ki, Musa Peyğəmbərin qissəsində deyir ki, ey Musa, sən Allahın qədəri ilə artıq gəldin. Sonra sən Allahın qədəri ilə gəldin. Və başqa ayədə Allah da deyir ki, və innəllaha alə kulli şeyin qadir. Bəqərə surəsində Allah da deyir ki, həqiqətən Allah hər şeyə qadirdir. Qadir, orada həmənki o kəlmə, yəni qədərə bir işarədir. Başqa ayədə Allah da deyir ki, limən şə'ə minkum ən yəstəqim, sizdən doğru yolda olmağı istəyən üçün və mə təşəunə illə ən yəşəəllahu rabbul aləmin, yəni aləmlərin Rəbbi istəmədikcə siz istəyə bacarmazsınız, siz istəyə bilməzsiniz. Və bu barədə ayələr, yəni Allahın kitabında ayələr çoxdur. Və Peyğəmbər s.ə.v-in də sünnəsində çoxlu hədislər varid olub ki, qədərə imanın yerinin nə qədər böyük olduğunu bəyan edən hədislər var. Və burada Səhih Müslimdə gələn hədis Peyğəmbər s.ə.v-dən Peyğəmbərin s.ə.v deyir ki, hər bir şey qədərlədir. Hər bir şey qədərləndir, hətta acizlik və tənbəllik və bir işin o dərhal olması, tezliklə həmən bir işin olması, bunlar ikisi də hətta qədərləndir. Hafız İbn Həcər rahimehullah bu mənası haqqında deyir ki, bu həm dünya, həm də axirət işlərini içərisində əhatə edir. Bu iki şey həm dünya, həm axirət işləri, həm dünya, həm də axirət işlərində bu iki şey var. Və bunun mənası odur ki, hər bir şey, hər bir yoxdan var olan hər şey Allahın əvvəldən bilməsinə görə, Allahın sonra bilməsinə görə, istəməsinə görə əvvəldən bilməsi və bunu istəməsinə görə də Allah Taala'nın. Və bu iki şeyi Peyğəmbərin s.ə.v hədisdə zikr etdi, hədisdə cəm etdi. Bu ona işarədir ki, bizim feillərimiz, əgər hətta bizim etdiyimiz işlər bizə məlum olsa da, bizdən ona istək olsa da, yenə bu şeylərin baş verməsi Allahın istəyinə görədir, Allahın istəyinə bağlıdır. Ona görə də bizə şəriətdə buyurulub ki, biz belə deyək, Allahümmə inni, Peyğəmbər s.ə.v duada bizə öyrədib ki, Allahümmə inni əudu bikə minəl aczi vəl kəsəl, Allahım, acizlikdən və tənbəllikdən sənə sığınıram. Çünki acizliyi və tənbəlliyi, acizlikdən və tənbəllikdən qula yardım eləyən o Allah Taala'dır ki, bütün işlər onun əlindədir. Bütün işlər onun əlindədir. Göylərdə və yerdə olan bütün işlər onun əlindədir. Orada baş verən şeylər. Qul acizlikdən və tənbəllikdən salamat olmaz. Allah Taala onu salamat etmədikcə.
Niye? Çünkü bütün işler Allah'ın elindedir. Allah'ın istediği olur, Allah'ın istemediği olmur. Allah'ın istediği olur, Allah'ın istemediği olmur. Ali radıyallahu anhu'dan gelen o böyle buyurdu. Resulullah sallallahu aleyhi ve sellem dedi ki, yani kul iman getirmiş olmaz, hatta bu 4 şeye iman getirmedikçe. Onlardan Allah'tan başka hak məbudun olmamasına ve benim Allah'ın elçisi olmağıma ve beni hak ile göndermesine şehadet vermek ve ölüme iman getirmesi ve ölümden sonra dirilmeye iman getirmesi ve qədərə iman getirmesi. Yani bu 4 şey hadiste bir arada geldi ve bu 4 şey, yani kulun imanın doğru olması için bu 4 şeyin gerek bu 4 şeyi müminde, Müslümanda gerek bu 4 şey gerek doğru olsun. İmam Ahmed'den ve Tirmiz'den gelen ve başkalarından burada sahabenin oğlundan getirir. Sahabe kim? Yani Ubade İbn Samit. Onun oğlundan getirir. Oğlu deyir ki, ben deyir, Ubade İbn Samit'in yanına girdim. O xəstə, atasının yanına girir. Deyir ki, ben onun ölümünü xəyal edirdim. Yani görünür, yani vəziyyəti ağır olub, ölüm ayağında. Və dedim ki, ey atacan, mənə bir vəsiyyət elə. Ey atacan, mənə bir vəsiyyət elə. Dedi ki, məni oturtturun. Sonra deyir ki, ey oğul, həqiqətən sən imanı dadmayacaqsan və sən Allahı, yəni bilməyin həqiqətinə çatmayacaqsan, hətta sən qədərə, onun xeyrinə və şərinə iman gətirmədikcə. Dedim ki, ey atacan, bəs mən necə bilim ki, qədərin xeyrini və şərini necə bilim? Dedi ki, bilməyindir ki, biləsən ki, yəni səndən yan keçən şey sənə toxunmayacaq və sənə toxunacaq şey də səndən yan keçməyəcək. Ey oğlum, həqiqətən mən eşitdim, yəni sahabənin oğlunu etdiyi vəsiyyətə baxın. Yəni oğlu atasından vəsiyyət istəyir. Yəni sahabə də oğluna çox qısa və içərisində çox böyük mənalar olan gözəl bir vəsiyyət edir. Deyir ki, ey oğul, mən eşitdim. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, Allah qələmi yarattığı ilk anda ona deyir ki, yəni yaradanda bir əvvəlcə yaradanda birinci ona deyir ki, yaz. İnne evvele ma halaqallahu tebareke ve teala el-qalem thumma qala, yəni yaradanda ona deyir ki, yaz və bir an içərisində qiyamət gününə qədər nə olacaq? Hamısı baş verir. Sonra sözünə, bu Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisini oğluna deyir və sonra sözünə davam edir. Deyir ki, ey oğul, həqiqətən sən əgər ölsən və bu şey bunun üzərində olmasan, deyir ki, yəni o da girərsən. Yəni baxın, yəni sahabənin oğlunu etdiyi vəsiyyətə baxın. Yəni qədərə iman gətirmək doğrudan da müsəlmanın həyatında nə qədər mühüm olan bir məsələdir. Sonra burada deyir ki, Ubade İbn Samit, Allah ondan razı olsun, onun sözünü deyir ki, deməsi ki, sən imanı dadmayacaqsan və sən Allahı bilməyin həqiqətinə çatmayacaqsan, hətta qədərə iman gətirməyincə. Və bu bəyan edir ki, bu hədis bəyan edir ki, o kəs ki, qədərə iman gətirmir, və ennəl-ləzi lə yu'minul qadər, deyir ki, qədərə iman gətirməyən, yəni Allahı hələ tanımamışdır. Allahın əzəmətini hələ tanımayıb və Allahı layiqincə də dəyərləndirməyibdir. Çünki Allah deyir ki, وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ, onlar Allahı layiqincə dəyərləndirmədilər və yerlər bütövlüklə onun ovucunda olacaq qiyamət günü və göylər onun sağ əli ilə büküləcək. İmam Əhməd, Allah onu rəhmət eləsin, deyir ki, Əl-qadəru qudratullah, deyir ki, qədər Allahın qüdrətidir. Qədər Allahın qüdrətidir. İbn-i Qayyum rahiməhullah deyir ki, İbn-i Aqil deyir ki, bu kəlamı yəni, yaxşı başa düşüb və deyir ki, yəni, bu İmam Əhmədin, yəni bu Əhmədin deyir, elminin dəqiqliyini göstərir. Bu onun dinin əsillərində
əsillərini tanımaqda nə qədər dərin olduğunu göstərir. Necə ki, Əbul Vəfə, bu bilmirəm kimdir, deyir ki, فَاِنَّ اِنْكَارُ الْقَدَرِ اِنْكَارُ الْقُدْرَةِ Rabbi aləm. Deyir ki, qədəri inkar eləmək, yəni Rəbbin qüdrətini inkar eləməkdir. Yəni qulların əməllərini yaratması var. Yəni bu şeydə Allahın qüdrətini inkar eləməkdir. Çünki Allah Teala qulların əməllərini də yaratıb. Və onları və kitabətuha və təqdiruha və qulların əməllərini yəni yaratması, onları yazması və onları təqdir eləməsi. Deyir ki, o kəs ki vəl-ləzi la yu'minul qadr huve fil. Deyir ki, o kəs ki qədərə iman gətirməyib, deyir ki, həqiqətdə o Allahı hələ tanımır. Həqiqətdə hələ Allahı tanımır. Və la yu'minu bihi, hələ Allaha iman gətirməyib hələ doğru şəkildə. Və la yəstəqimu və təvhidahu. Deyir ki, onun tövhidi, onu Allahı yəni ibadətə təkləşdirməsi məsələsi hələ düzgün deyil. Ona görə sahabə, yəni məşhur sahabə İbn Abbas tanıdığınız, Allah ondan hər ikisindən razı olsun. Deyir ki, buyurdu ki, Əl-Qadarun nizam-ı tevhid, deyir ki, qədər tövhid nizamıdır. Tövhid nizamıdır. Kim Allaha iman gətirərsə, amma qədəri təksib eləyərsə, onun o təksib eləməsi onun tövhidini pozar. Onun tövhidini pozar və beləcə Allaha iman gətirmiş olmaz. Ona görə qədərə iman gətirmək məsələsi, yəni mühüm məsələdir. Və idə kənəl iman bil qadr nizam tövhid və ya deyir, qədərə iman gətirmək tövhid nizamıdırsa, həqiqətən tövhid özü həyat nizamıdır. Və insanın həyatı da, yəni yalnız Allahı ibadətə təkləşdirməklə nizama düşür, yoluna düşür. Əgər kim ki Allahı ibadətə təkləşdirməyibsə, onun həyatı və onun işləri, yəni darmadağın, yəni zay olar. Allah qorusun. Çünki Allah deyir ki, وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا. Deyir ki, qəlbini qafil etdiyimiz, zikrimizdən qəlbini qafil etdiyimizə itaət eləmə və havasına, nəfsi istəklərinə tabi olana, yəni itaət etmə və onun işi, yəni zay oldu. Onun işləri, yəni zay oldu. Və deyir ki, əgər tövhid, yəni darmadağın olarsa, insanda tövhid dağılarsa, deyir ki, onun həyatı, yəni dağılar və vaxtı da zay olar. Və bütün işləri, yəni belə yararsız olar. Və beləcə insanın həyatı, yəni zay olmaq içərisində olar və onun bütün həyatı da beləcə həlak bir həyat olar. Və həyatının da bir qiyməti qalmaz. Və ona görə də həyat yalnız Allahı ibadətə təkləşdirməklə, yəni nizama düşür, öz yoluna düşür, doğru olur. Allah Teala'nı ibadətə təkləşdirmək də Allahın qədərinə iman gətirməklə, yəni doğru olur, düzgün olur. Çünki bütün işlər Allahın təqdiri ilə baş verir və bütün şeylər də, bütün işlər də Allahın istəyi iləndir. Allahın istədiyi olur, Allahın istəmədiyi olmur. Sonra burada qədərin 4 dənə mərtəbəsi var. Onları da gətirək. Yəni qədər məsələsində 4 mərtəbə. Bunlar çox mühümdür. Yəni qədərə iman gətirən müsəlman gərək bu 4 mərtəbəni bilsin. Qısaca olaraq əvvəlcə deyək, Allahın bilməsi, 1. İkinci, Allahın yazması, 3. Allahın istəməsi, 4. də Allahın yaratması. Yəni qədər elə bir şeydir ki, Allah Teala onu əvvəlcədən bilir və sonra Allah Teala onu yazıb və Allah Teala onu istəyərək edir və Allah Teala onu həmçinin istədiyini də yaradandır. Yəni qədər bir də yəni qaydaq bu 4 mərtəbəyə bir də təkrar, yəni biraz izah olaraq qaydaq buna. Yəni bilmək ki, əl-iman ya'lamu bi'ilmin nədir ki, Allahın bilməsi hər şeyi əhatə edir.
Allahın ilmi hər şeyi əhatə edir. Həqiqətən Allah Teala hər şeyi öz ilmi ilə əhatə edib və hər şeyi yəni, öz xırdalığı ilə bilir. Hər şeyi tam xırdalığı ilə də bilir. Allah Teala bilir. Alimə məkənə, nə olub onu da bilir. Nə olacaqdı onu da bilir. Və nə olsaydı necə olardı onu da bilir. Və ikinci mərtəbənin biraz izahını götürək və Allahın yəni qədəri yazması. Həqiqətən Allah Teala hər şeyi yazıb ki, Lövh-i Məhfuzda yazıb ki, qiyamət gününə qədər nə olacaq. Və bu mərtəbə barəsində bir hədis var burada. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, Allah Teala hər şeyin, Allah Teala yaratdığı şeylərin qədərini yazdı. Göyləri və yerləri yaratmazdan 500 il əvvəl yazdı. Və üçüncü mərtəbə haqqında, yəni onu da biraz izahını götürək. Yəni Allahın istəyinə iman gətirmək, necə ki əvvəl dedik, Allahın istəməsi. Allahın istəməsi də yəni hər şeyi əhatə edir. Allahın qüdrəti hər şeyə çatır. Allah Teala deyir ki, İnnəllah alə kulli şeyin qadir. Həqiqətən Allah Teala hər şeyə qadirdir. Hər şeyə qadirdir. Qadir deməsi bu da Allahın qüdrətinə, Allahın qədərinə bir işarədir. Sonra Allah Teala deyir ki, Limən şəə minkum ən yəstəqim və mə təşəunə illə ən yeşəallah Rabbul aləmin. Sizdən doğru yolda olmağı istəyən üçün siz aləmlərin Rəbbi olan Allah istəmədikcə istəyə bilməzsiniz. Sonra dördüncü mərtəbəni götürək, izahı və Allah Teala hər şeyi yaradır, hər şeyi yaradandır. Yəni qədərdən nə yazılıbsa əvvəldən Allah Teala bilərək, yəni təqdir edərək nə varsa onları yaradan da Allah Teala'dır. Hər şeyi yaradan xaliqi Allah Teala özüdür. Və annə cəmiə mə yucadu və bütün yoxdan var olan şeylər Allah Teala'nın yəni var eləməsi ilə olur, yaratması ilə olur. Çünki Allah Teala deyir ki, insanın əməlləri haqqında Allah Teala deyir ki, Vallahu xalaqakum və mə tə'melun. Allah sizi də sizin əməllərinizi də yaratan Allahdır. Sizi də sizin əməllərinizi də yaratan Allahdır. Yəni kim nəyə layiqdir? Yəni Allah ona uyğun, yəni onların əməlini yəni yaradıb. Və mömindən olan gözəl bir şeydir ki, yəni qədərə imanı yəni hər bir halında gərək hazır etsin. Yəni Allahın qədərinə iman gətirmək onda hər bir halında gərək olsun. Yəni hiss eləsin ki, bu onun ağasının, yəni Allah Teala'nın, onun Mevlasının yəni istəyi ilə olur. Yəni bunu gərək hiss etsin. Allah Teala yəni təqdir edir istədiyini. Allah Teala istədiyi hökmü verir. Allah Teala'nın hökmünə heç kəs rədd edə bilməz. Və Allah Teala'nın təqdir etdiyi şeydən sonra onun arxasınca heç kəs heç nə gətirə də bilməz. Və biz dua, istixarə, bu ilə daha tamamlayaq. Və bu istixarə duası Peyğəmbərin s.ə.v-in sünnəsində varid olan, hansı ki Peyğəmbər s.ə.v onu yəni sahabələrə öyrətmişdi. Və burada da istixarə duasını indi biz götürək. İstixarə duası indi burada duanın özü var. İndi dua uzundur, lakin əsl qısaca olaraq o dua haqqında danışaq. Deyir ki, o dua haqqında Peyğəmbər s.ə.v onu öyrədib, öz ümmətinə niyə öyrədib? Ki onlar yəni bu dua ilə yəni Allahın qəza qədərinə razı olsunlar deyə, elə bir ki, sanki mömini, müsəlmanı Peyğəmbərin s.ə.v sanki buna hazırlayır. Yəni Allahın qəza qədərinə razı olsun və Allahın təqdir etdiyi şeyə təslim olsun və işini qul Allaha həvalə eləsin və Allahın onun üçün seçdiyi ilə, yəni Allah Teala onun üçün yəni seçir və ona razı olsun. Allah Teala onun üçün xeyir olan seçir. Həm dinində, həm də dünyasında. Yəni istixarə duası Allah Teala ilə məsləhətləşməkdir və sən onun duanı edərsənsə, ondan sonra Allah Teala sənin üçün həm dinində, həm dünyanda xeyirli olan sənin üçün seçir. İstixarə duası
Yəni istəyir ibadət məsələləri olsun, hətta sənin bildiyin, yəni böyük ibadət məsələlərindən də olsa, yəni dini, dünyavi işlərdə də olsa, yəni istixarə etməyin yaxşıdır əvvəlcə. Həm dinində, həm də dünyasında Allah Teala onun üçün xeyirli olan seçir və işinin sonunda xeyirli olan seçir. Allah Teala ondan şər olanı da ondan uzaqlaşdırır. Və onun üçün şəri ondan uzaqlaşdırır və xeyri ona təqdir edir. Və bu da yəni mühüm bir məsələdir və bu da yəni qul tərəfindən olan bir iman olur ki, həqiqətən bütün işlər Allahın təqdir eləməsi iləndir. Allah Teala bizi qədərə iman məsələsində yəni doğru yol üzərində etsin, qədərlərimizi sabit etsin və bizi bunun üzərində də canımıza alsın. Subhanakallahumma və bihamdika əşhədu en la ilahe illa ent, estağfiruka və etûbu ileyk.